Biz Nardoğan bayramından danışdıq. Nardoğan bayramından danışdıqda mən qeyd etdim ki, demək Skandinavlarda, protoslavlarda yul bayramı deyilən bir bayram keçilir və o yul bayramı bizim dilimizdə olan yel sözü ilə əlaqədardır və biz yel ək sözündən yolka ağac sözünü formalaşdırmışıq. Və bildiyimiz kimi biz şam ağacına həmçinin kükünar deyirik. Və dilçilər iddia edir ki, kükünar sözü Yunan dilinə aiddir və buradakı kok sözü toxum mənasına gəlir. Lakin qeyd edim ki, bizim dilimizdə də kök sözü yenə ağacın kökü, bitkinin kökü mənasına gəlir. Bu niyə yalnız düşünülməlidir ki, Yunan dilindədir. Lakin məsələ bundadır ki, buradakı kükünar sözü kökə aid olan söz ilə əlaqədar deyil. Bildiyimiz kimi Azərbaycan türkləri acıtərə, şüyüd, keşnişə, göyərti deyir. Hansı ki, türklər yeşillik deyir. Yəni dolayısıyla bizim dilimizdə yaşıllığa, yaşıl bitkilərə biz göyərti deyirik. Həmin göy ilə nar sözü birləşərək göynar mənasında bir söz formalaşdırıb. Niyə göynar? Çünki demək türklər bayramda nar qoyur, elə bayramında qarpız qoyur. İndi buna qarşı da dəyinəcəm. Lakin bunlar Sibir Altaya getdikdə artıq burada nar tapa bilməyəndə, qarpız tapa bilməyəndə o coğrafiyanın bitkiləri kimi artıq şam ağacına göynar mənasında kükünar deyir. Bəzi dilçilər, tarixçilər, araşdırmacılar qeyd edir ki, yəni biz türklərin Nardoğan bayramı olduğunu nə cür izah edə bilərik ki, əlimizdə dəqiq faktlar yoxdur. Lakin bizim dilimizdəki sözlərin etimoloji təhlilini verdikdə məlum olur ki, demək bir nar sözü var, hansı ki Çilə bayramında biz qoyuruq və digər tərəfdən də bir kükünar var, hansı ki bu da göy nar deməkmiş. Yaxşı, niyə? Çünki demək insanlar qədimdə təbiət hadisələrini artıq qeyd etdiyim kimi ən uzun gecənin bitdiyi dekabrın 21-i, 25-ini və gecə ilə gündüzün birləşdiyi martın 21-ini rituallaşdırırdı ki, bunu növbəti nəsillərə ötürə bilsin. Çünki o dövrdə informasiyanı yazı bilmir, yazı formasında verə bilmir. Və o qədim dövrdəki insan üçün bu təbiət hadisələrini bilmək onun varoluşu üçün ən əsas səbəbdir. İndi biz rahat, konforlu bir həyat yaşadığımızdan düşünürük ki, təbiət hadisələri nə qədər əhəmiyyətlidir. Düşün ki, o dövrdəki insanlar əlində olan qidaları növbəti yaza qədər çatdırmalıdır. Və bunun üçün o ən uzun gecəni bilməlidir ki, ondan sonraki dönəm üçün əlində nə qədər ehtiyat qidasının olduğunu müəyyənləşdirsin. Və eyni ilə martın 21-i, yəni yer ilə günəşin birləşdiyi, baharın gəldiyi vaxtı bilməlidir ki, buna uyğun əkin işlərinə başlasın və ya vaxtında eləməsə, demək onun əkdiyi toxumlar məhv olar və ya vaxtında getməsə onun dağa çıxartdığı sürü məhv olar. Bu səbəbdən də qədim insanlar həmin o təbiət hadisələrini rituallaşdıraraq nəsildən nəsilə ötürürdü. Demək, tayfanın, ağsaqqalı, piri, kamı, maqı həmin günü müəyyənləşdirdikdə xəbər salınırdı və həmin tayfaya tabi olan hər kəs yığılırdı və artıq həmin günün gəldiyi şölələrlə, bayram ilə, müəyyən simvollarla, rituallarla hər kəsə qeyd olunurdu ki, bu artıq gəlib. Çünki